Herkese yeni bir gündən salamlar qızlar. Necə vaxt yox idim. İndi isə uzun sürən aradan sonra geri gəldim. Necə deyim? Neçə vaxt qonaq falan var idi, ona görə video çəkə bilmirdim. İndi isə səhər yenə hər zamanki kimi hamı yeyib gedib. Stolun son halı, mətbəxin belə. Hər yer dağılıb. Buralar belə. Buralar belə. Hər yer darmadağındır. İndi isə sizlərlə bugün uzun bir vlog çəkəcəyəm. Sizlərdən isə tək bir xahişim var. Videomu bəyənib like atsanız, abunə olsanız, yəni dəstək olsanız çox sevinərəm. Belə mətbəxin son halı belə bomba düşüb. Burada da ki günortaya yemək hazırlayıram. Buraların da son halı belədir. İndi isə gəlin işimizə davam edək. Yemək sevirəm. Daha doğrusu bunu da qaynanamcadan öyrənmişəm. Yəni belə badımcan, pomidor, hələ biber olsa biberdə, köşkü kartofda belə tofaya qoyuram, yağ tökürəm, qızarır. Əlavə də yanına məsələn indi toyuq qızardacağam. Füsu. Hamısını əzib qatışdırırsınız bir-biri ilə, əylə patlika kimi olur. Üstünə də toyuq qoyub yeyə bilərsiniz. Yəni yayın ən möhtəşəm yeməklərindən biridir. İndi isə yeməyimizi sobaya qoyaq, sonra gedək evləri təmizləyək.
da yudum. Yemeğimiz de burada hazırdır, pişir. Yemeğimizin son halı da belədir. Toyuğumuzu da atmışam, qaynasın, qızardacağım. Toyuğum da burada qaynayır, indi isə bunun kefini yığaq, gəlirəm. İndi koridoru təmizləyirəm sizlərlə bir yerdə. Buraları qızım töküb dağıdıb. Buralar da belə. İlk öncə bunları yığışdırdım. Bunları tullayacağım. Belə. Sonra bunlar da atılasıdır. İndi isə qızlar buraları belə təmizləyək. Təmizləsin. Burası hər dəfə silirəm ki, toz olmasın. Kızlar bu yerlənçəyi də qızma təzə almışıq. Burası ki, hələ ki asmağa yer tapmamışıq deyə koridora qoyuram. Yoldaşım işdən gələndə inşallah asacaq. Belə. Qızlar yataq otağımı da belə yığışdırdım. Son halı belə. Qızımın da yerini yığdım belə. Bir iki paltar qalıb bunları da yerlərinə qoyaq. Belə. Buralarda belə səliqəli. Qızımın pampersləridir. Bunları da bura qoyaq. Buraların da son halı belə. Şimdi də şüşələri də silək. Belə. Qızlar indi qonaq otağını yığışdırırıq belə. Yerləri yığaq. Burada paltarlar var. Bu paltarlar elə bir yay paltarların idi. Qışla əvəzlədim. İndi bunlar yuxarı qalxmalıdır. Onu saxlamışam yoldaşım evdə olanda. Qoyar bir yerə. Bu isə qızımın oyuncaqlarıdır. Yeni hər zamanki kimi. İndi ilk növbədə pəncərəni açaq, buranı havalandıraq. Sonra isə işimizə davam edək. Belə yerləri bura yığdım. İndi isə gəlin buralara. İndi isə qızlar gəlin buraları bərabər sizlərlə toparlayaq. Qızlar bəziləriniz yorumda yazmışsınız ki, nə bilim negativ mənfi rəylər yazmışsınız. Yəni çoxunuza aid etmirəm, bəzilərinizə aid edirəm. Yaza bilərsiniz, bu hərənin özünün şəxsi fikri var. Yəni hər birinizin necə deyim yorumunu müsbət qarşılayıram. Çünki mən YouTube platformasında yeniyəm. Ona görə səhvlərim də ola bilər, düzlərim də ola bilər. Hər kəs məni bəyənə də bilər, bəyənməyə də bilər. Bu təbii haldır, mənə xoşdur. Yəni heç kimi, yəni qınamıram ki, mənə niyə belə yazdınız, niyə dediniz, nə bilim nə. Məndə elə bir şey yoxdur. Nə də ki, heç kimdən incimirəm, küsmürəm və yaxud da kiminsə sözünə görə, yəni mən YouTube çəkməyi dayandırmaram. Yəni heç vaxt elə bir şey olmaz. Əksinə, elə yazdıqca, mənfi rəylər yazdıqca mən də həvəsə gəlirəm, daha da videolar çəkməyə başlayıram, səhvlərimi düzəldirəm. Yəni bu məni üzmür, incitmir sadəcə bəzi səbəblərdən dolayı. Yəni biraz video çəkə bilmirəm. Çünki necə deyim, qonaqlı qaralı evik, ailə üzvlərimizin sayı çoxdur. Yəni buna görə də çatdıra bilmirəm. Video çəkməyi bəzən çəkə bilirəm, bəzən çəkə bilmirəm. Bəzən alınır, bəzən alınmır. Belə, amma ki, hələ ki yeni olduğuma görə bəzi şeyləri bilmirəm, bəzilərini səhv edirəm, bəzilərini düz edirəm. Nə bilim, hələ ki öyrənməyə çalışıram. İnşallah sizin sayənizdə kanalım böyüyər. Sizlərin sayəsində, nə deyim, belə daha da zirvələrə ucalar. Hər birinizi yenə də çox sevirəm. Yəni bəyənsəniz də, bəyənməsəniz də canınız sağ olsun. İndi isə qızlar buraları belə yığışdırdıq. Belə. Belə tərtəmiz oldu. Belə. İndi isə oyuncaqları yığışdıraq. Qızım oyuncaqların hamısını töküb yerə. Uşaqlı ev onsuz da təmiz olunurdu. O da ki bir yerdən töküb dağıdır. Belə. Uşaq da boş şeydir, onsuz da töküb dağıtmalıdır. Uşaq nəyə görədir? Sadəcə təmizləmək biraz çətin olur. Çətin olur deyəndə ki, yəni şükür o qədər olur ki, təmizləmək də şey olur da. Qızlar, mən bunları yığışdırıb gəlirəm. Qızlar, buralarında son halı belə oyuncaqları da yığışdırdım. Buraları da belə təmizlədim. Belə. Bu otağımız da belə tərtəmizdir. Qızım divarına gündə qoyub görürsünüz. Buralarında son halı belədir. Təmizlədim. Bunları anam gətirmişdi, solublar, gələ yatam. Buralarda belə, buraların da son halı belədir. Həyətimizin də son halı belədir. Həyətimiz əslində təmizdir. Bir dənə süpürüb sulayacağım, xalçanı da burada belə yumuşam. Belə. Qurusun götürəcəm, buralarda belə. Qızlar, həyəti də belə suladım, süpürdüm. Belə xalçanı da orası düşmüş deyir, onu da düzəltdim. İnanırsınız, bu xalçanı mən burada yumuşam, bu boyda həyətdə. Sərib burada yumuşam, su bizdə hər dəqiqə gəlmir. Şəhər yeri olduğuna görə su gec gəlir. Elə bir ki, həftənin günləri ilə gəlir də.
Həftədən nə bilim, cüt günləri gəlirdi belə. Ona görə belə. Yelənçəyi də bura asdım. Dedim müvəqqəti yellənsin, qapının başına asmışım. Belə. Kızlar sizlərlə bu oraları təmizləyəcəyik. Şkaflar çox dağınıqdır. İndi isə gəlin beraber bu çəkiləcəkləri təmizləyək. Bura heç bura durub çəkiləcəkdi. Buraları təmizləyək. Hələ aşağılar da var. Yapışdırdım buranın son halı belə. Bu siyirmənin də son halı belə. Bu hissəni də belə təmizlədim. Bu hissəni də belə təmizlədim. Və buranın da son halı belədir. Buralarda belə pırıl-pırıl. İndi isə mən hər zamanki kimi bir stakan çayımı içib vlogumu sonlandırıram. Burada da sizlərdənsə bir tək xahişim budur ki, vlogumu bəyəndinizsə bəyən tuşuna basmağı, yorum yazmağı və ən əsası da abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Xoş izləmələr.